Salam kanalımın değerli izleyicileri. Bugün ben sizlerle çok dadlı lezzetli kesmikli çiyələkli pirog hazırlayacağım. Bunun için ben qabın içerisine 2 stəkan yarım un əlavə edirəm. 150 qram yağ əlavə edirəm. 1 çay qaşığı qabartma tozu və 1 paket vanilin əlavə edirəm. Yağı tiyorkadan keçirdirəm. Əlimlə umaç hazırlayıram. Üzərindən 100 qram şəkər tozu əlavə edirəm. 1 yumurta əlavə edib xəmir yoğururam. Xəmiri toparlayıb soyuducuda 40 dəqiqə 1 saat gözlədirəm. Bu arada içliyin hazırlayıram. Blenderin içərisinə 150 qram şəkər tozu əlavə edirəm. 2 yumurta əlavə edirəm. 400 qram kəsmik əlavə edirəm. 100 qram xam əlavə edirəm. Blenderdən keçirirəm. Mütləq yaxşı qarışdırmaq lazımdır ki, qatılığı gördüyünüz qatılıqda olsun. 40 dəqiqə gözlətdiyim xəmiri çıxarıram. Soba listinin dibi boyunca yayıram. Öncədən çiyələkləri doğramışam. Çiyələyin içərisinə 1 xörək qaşığı nişasta əlavə edirəm. Qarışdırıram. Qarışımı soba listinin içərisinə əlavə edirəm. Üzərinə də çiyələkləri əlavə edib qoyuram. Öncədən 180 dərəcə qızdırdığım sobada üzəri qızarana və çatlayana kimi bişsin. Artıq pirogumuz hazırdır. Çox dadlı, ləzzətli, möhtəşəm dadlı bir piroq alındı. Mütləq siz də sınayın. Mən tələsdim, isti-isti servis etdim. Siz tələsməyin. Soyuduqdan sonra servis edin.